Ağstafa rayonunda istixana ilə məşğul olan sahibkar İlqar Kərimov bu il 2 hektar ərazidə, Pərviz Aşırov isə 1 hektar ərazidə istixana rejimində pomidor məhsulu yetişdirib. Hər iki sahibkar bildirib ki, əvvəlki illərə nisbətən bu il istixanada məhsul bol olmaqla yanaşı, məhsulun satış qiyməti də qənaət bəxşdir. Sahibkarlar məhsullarını yerli bazarlarla yanaşı, xarici bazarlarda da, xüsusilə Rusiya bazarlarına ixrac edir. Ən başlıcası isə onlarla yerli sakin istixanalarda iş yerləri ilə təmin ediliblər. Daha bir üstünlük ondan ibarətdir ki, istixanada sahibkarlar suvarma suyu kimi əsasən yağış sularından istifadə edir. Belə ki, istixananın ətrafında kiçik su ambarı düzəldilərək, yağan yağışın suları həmin ambara yığılır və yağış suyu itkiyə getmədən suvarma istifadə edilir. Sahibkarlar yağış suyunun məhsuldarlığını yüksək olmasına da müsbət təsir etdiyini bildirib. Ağstafa ərazisində 2 hektar sahədə istixana salmışıq. 2 hektar sahədə pomidor yetişdiririk. Bundan adətən öz ticarətimizlə, yəni öz mağazalarımıza getdiyi üçün kimyəvi gübrələrdən çox elə istifadə eləmirik. Adətən öz mağazalarımız, bir də xarici bazara göndəririk. 1 hektar ərazidə pomidor əkmişik. Pink Champion sortudur. Verimliliyi yaxşıdır. Məhsuldarlığı pis deyil. Dadı, tamı, keyfiyyəti gözəl pomidor çeşididir. Və bu əkilimizlə yerli sakinlərin işləməyinə şərait yaratmışıq və xaricə Rusiya bazarına ixrac edirik, yerli bazarlarda satışlarını təmin edirik. Rusiya bazarına çıxış vasitəsilə də ölkəyə valyuta gəlməsi təmin edirik və bunun sayəsində yerli sakinlərin bir neçə nəfərin çalışmasına şərait yaratmışıq. Kamran Əskiparalı, Səs TV Xəbər, Ağstafa.